Salam, hörmətli abituriyentlər, dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz Azərbaycan Respublikasının ərazisinə daxil olan hava kütlələri, Azərbaycan iqlim tipləri, Azərbaycan ərazisində yerli hava kütlələri. Bu haqda bugün sizinlə danışacağıq, əsas məlumatları əldə edəcəyik. Demək, Azərbaycan ərazisinə daxil olan hava kütlələrindən biri arktik hava kütlələridir və arktik hava kütlələrini biz iki yerə bölürdük. Həm kontinental arktik hava kütlələri var, həm də ki dəniz arktik hava kütlələri mövcuddur. İlk öncə kontinental arktik hava kütlələrindən biz danışsaq, kontinental arktik hava kütlələri deməli Kara və Barents dənizlərinin donmuş səthləri üzərində formalaşır və şimal ərazilərdən cənuba doğru hərəkət edərək gördüyümüz kimi Azərbaycan ərazisinə daxil olur. Bu hava kütlələri Azərbaycana yadda saxlayaq ki, əsasən qışda daxil olur. Təbii ki, daha şimaldan gəldiyi üçün havanı soyudur və əsasən qar yağmasına səbəb olur. Deməli, Azərbaycan ərazisinə daxil olan digər bir hava kütləsi isə kontinental dəniz hava kütlələridir. Kontinental dəniz hava kütlələri isə əsasən Spitsbergen və Qrenlandiya adalarının əsasən donmamış səthləri üzərində formalaşır və Azərbaycana bunlar da şimal ərazidən daxil olur. Bu hava kütlələri də əsasən yadda saxlayaq ki, Azərbaycan ərazisinə qışda və yazın əvvəli əsasən daxil olur və bu hava kütlələri Azərbaycana daxil olan zaman havanı soyudur, yadda saxlayaq, havanı soyudur və qar yağmasına səbəb olur. Belə deyək, bəs kontinental arktiklə dəniz arktikin fərqi nədir? Dəniz arktik əsasən dənizlər, okeanlar üzərində formalaşıb gəldiyi üçün yadda saxlayaq ki, bu hava kütlələri Azərbaycanda daha çox yağıntının düşməsinə səbəb olur, yağıntıların artmasına səbəb olur. Azərbaycan ərazisinə daxil olan hava kütlələrindən biri də mülayim hava kütlələridir. Mülayim hava kütlələrində Azərbaycana həm dəniz tipləri, həm də ki kontinental tipləri Azərbaycan ərazisinə daxil olur. İlk öncə mülayimin dəniz hava kütlələrindən biz danışsaq, mülayimin dəniz hava kütlələri Azərbaycana Atlantik okeanı üzərində, Azor adalarında, yadda saxlayaq, Azor adaları üzərindən Azor maksimumunun təsiri ilə Azərbaycan ərazisinə daxil olur və Azərbaycan ərazisinə daxil olan zaman əsasən Şimali Qafqaz və Qaradəniz üzərindən keçir, Azərbaycana daxil olur və Azərbaycanda temperaturu aşağı salır, yadda saxlayaq. Baxın, yazırıq bura. Tam da arktik kimi daha çox aşağı salınmır, amma bu da temperaturu nisbətən aşağı düşməsinə səbəb olur. Temperaturu aşağı salır və dənizlərin üzərindən formalaşıb gəldiyi üçün güclü yağışların yağmasına, leysan xarakterli yağışların yağmasına səbəb olur. Güclü yağışlar yağır. Çünki bunlar adına da məlum olduğu kimi dəniz hava kütlələri olduğu üçün çoxlu yağıntıların düşməsinə səbəb olur. Bu hava kütlələri də Azərbaycana daha çox, yazıram bura, yazın sonu və yayın əvvəli daxil olur. Deməli, nə vaxt daxil olacaq? Yazın sonu və yayın əvvəlində Azərbaycan ərazisinə daxil olacaq, yağıntıların artmasına və havanın nisbətən aşağı düşməsinə səbəb olacaqdır. Azərbaycan ərazisinə daxil olan digər bir hava kütlələrindən biri də mülayimin kontinental hava kütlələridir. Mülayimin kontinental hava kütlələri Şərqi Avropa düzənliyi, Qərbi Sibir və əsasən Qazaxıstandan mülayim kontinental iqlim tipi üzərində formalaşır və bu ərazilərdən Azərbaycana daxil olur. Azərbaycana daxil olarkən təbii ki əsasən qış aylarında Azərbaycan ərazisinə daxil olur və daha şimaldan, daha kontinental ərazilərdən Azərbaycan ərazisinə daxil olduğu üçün yəni hava kütlələri yadda saxlayaq ki, havanı soyudur. Havanı soyudur. Və bu hava kütlələri kontinental ərazidən gəldiyi üçün yağıntıların artmasına səbəb olmur. Yadda saxlayaq, dəniz hava kütlələri yağıntını artırır, amma mülayim kontinental hava kütlələri bir o qədər də Azərbaycana yağıntı gəlməsinə səbəb olmur.
Daha sonra Azərbaycan ərazisinə daxil olan digər hava kütlələri təbii ki, Şimali Afrika və Ərəbistan üzərindən Azərbaycana daxil olan tropik hava kütlələridir. Bu hava kütlələri daha çox Azərbaycana yay aylarında daxil olur. Yay aylarında Azərbaycana daxil olarkən havanı çox isidir. Baxın, havanı isidir. Bəzən qış aylarında daxil olur. Qış aylarında daxil olan zaman isə havanı, yəni daha çox qızmasına, yəni havanın mülayimləşməsinə səbəb olur. Mülayimləşdirir. Amma daha çox Azərbaycana yadda saxlayaq ki, yay aylarında daxil olur. Azərbaycana cənub istiqamətindən daxil olur. Cənubdan gəldiyi üçün təbii ki, bu havanı isitməlidir. Və bu hava kütlələri quru olur. Yəni özü ilə isti və quru hava şəraiti gətirir. Yəni yağıntı gətirmir və özünü Azərbaycanda daha çox Küləraz ovalığında, Aran bölgələrində daha çox göstərir. Azərbaycan ərazisinə daxil olan digər bir hava kütlələri isə cənub siklonlarıdır. Cənub siklonları Aralıq dənizi üzərində formalaşır və həmçinin İranın şimal-qərbindən formalaşa bilər. İranın şimal-qərbindən Kiçik Asiya üzərindən keçərək həm İranın şimal-qərbindən, həm də əsasən Kiçik Asiya üzərindən keçərək Azərbaycan ərazisinə daxil olur və Azərbaycan ərazisinə daxil olarkən təbii ki, yağıntıların düşməsinə səbəb olur. Çünki okean, belə deyək, dənizin üzərindən gəldiyi üçün özü ilə çoxlu yağıntılar gətirir, böyük yağıntıların düşməsinə səbəb olur, xüsusən də yayda. Yay aylarında yadda saxlayaq ki, yağıntıların yaranmasına səbəb olan əsasən cənub siklonları olacaqdır. Azərbaycan ərazisinə daxil olan digər bir hava kütləsi isə Orta Asiya hava kütlələridir. Orta Asiya hava kütlələri əsasən Mərkəzi Asiya üzərində formalaşır və Xəzər dənizinin üzərindən keçərək gördüyümüz kimi Azərbaycan ərazisinə daxil olur. Azərbaycan ərazisinə daxil olarkən yadda saxlayaq ki, yayda havanı daha da isidir. Havanı isidir. Qışda isə havanın daha da soyumasına səbəb olur. Yazıram bura. Qışda havanı soyudur. Demək, Aran bölgələrində yəni bu hava kütlələri özünü göstərə bilir. Və bu hava kütlələri Azərbaycan iqliminin, yenə də deyirəm, daha da kontinentallaşmasına, yayda havanın daha çox isinməsinə, qışda isə daha çox soyumasına səbəb olur. Azərbaycan ərazisində formalaşan yerli küləklərə isə biz aid edə bilərik ilk öncə Xəzri. Gəlin ilk öncə biz Xəzri küləkləri haqqında danışaq. Demək, yazıram bura Xəzri. Yadda saxlayaq ki, Xəzri əsasən Xəzər dənizi üzərində formalaşan küləklərdir və Azərbaycan ərazisində şimal-şərqdən və şimal ərazilərdən əsən küləklərdir. Təbii ki, bu küləklər Azərbaycanın şimal ərazisindən daxil olduğu üçün yadda saxlayaq ki, havanın temperaturun aşağı düşməsinə səbəb olur. Yəni ki, qışda havanı soyudur, yayda sərinləşdirir. Yəni bu şimaldan gəldiyi üçün Abşeron ərazisində əsasən havanın temperaturunun belə deyək aşağı düşməsinə səbəb olur. Bu hava kütlələri əsasən Azərbaycan ərazisində rütubətin artmasına səbəb olur və Abşeron yarımadası üçün səciyyəvidir və Abşeronun belə deyək çirkli havasının təmizlənməsində mühüm rol oynayır. Lakin mənfi cəhəti isə o ola bilər ki, bu küləklər neft belə deyək neft qurğularının zərər görməsinə, neft platformalarının zərər görməsinə səbəb ola bilər və təsərrüfata müəyyən qədər zərər yetirə bilərlər. Xəzər dənizi üzərindən formalaşıb Azərbaycana daxil olan digər bir küləklər isə gilavar küləkləridir. Gilavar küləkləri Azərbaycan ərazisində cənub və cənub-şərq ərazisində daxil olur. Bu küləklər də Abşeron yarımadası üçün səciyyəvi olan küləklərdir. Bu hava kütlələri isə Azərbaycan ərazisinə cənubdan daxil olduğu üçün yadda saxlayaq ki, havanı isidir. Deməli, yayda hava daha da qızır, qışda isə mülayimləşir. Demək, qışda mülayimləşir. Demək, qışda isə havanı mülayimləşdirəcəkdir. Və gilavar küləkləri də Azərbaycan ərazisində qeyd etdiyimiz kimi cənub və cənub-şərqdən daxil olur. Yayda havanın temperaturunun artmasına, qışda havanın mülayimləşməsinə, quraqlığın yaranmasına səbəb olur.
Və bu küləklər də Abşeron ərazisi üçün səciyyəvidir və Abşeronun havasının təmizlənməsində rol oynayır. Lakin bu küləklərdə, yəni Abşeron ətrafında olan təsərrüfat sahələrinə zərər vura bilər. İndi isə Azərbaycan Respublikasının iqlim tiplərinə keçsək, biz bilirik ki, ümumiyyətlə Azərbaycan ərazisində 2 iqlim qurşağı mövcuddur. Subtropik, hardasa təqribən Azərbaycanın 65%-ə yaxın ərazisini əhatə edir və mülayim. Mülayim isə Azərbaycanda təqribən 35% ərazisini mülayim iqlim qurşağı əhatə edir və Azərbaycanda 9 iqlim tipi yayılmışdır. Bunlardan Azərbaycan ərazisində ən geniş yayılmışı yarım səhra və quru çöldür. Azərbaycan ərazisinin təqribən 50%-ə yaxın ərazisini yarım səhra və quru çöl iqlimi əhatə edir və yarım səhra quru çöl iqlimi 2 formada ola bilər. 1. Qışı soyuq keçən yarım səhra və quru çöl. Bir də ki, qışı mülayim keçən, yay isə isti keçən belə də yarım səhra və quru çöl. Qışı soyuq keçən yarım səhra və quru çöl Naxçıvan Araz boyu düzənliklərində, qışı mülayim keçən yarım səhra quru çöl isə Samur Dəvəçi ovalığı, Kür Araz ovalığı, Ceyran çöl, Acınohur, Araz boyu düzənliklər, Abşeron Qobustana aid eləyə bilərik. İndi bunlara biz xəritə üzərində daha ətraflı baxsaq, görə bilərik ki, yarım səhra və quru çöl, yəni bunun üzərinə yazaq qışı mülayim keçən. Birinci qışı mülayim keçəni desək, qışı mülayim keçən yarım səhra və quru çöl iqlimi daha çox Azərbaycanda yayılıb harada? Samur Dəvəçi ovalığında gördüyümüz kimi, Abşeron Qobustanda, Kür Arazda, Şirvan düzü, Mil düzü, Muğan düzü, Salyan düzü, Cənub-Şərqi Şirvan düzü, Ceyran çöl, Acınohur, həmçinin Araz boyu düzənliklər, aşağı Araz boyu düzənliklər, yəni Hərami, İncə və Geyan düzləri, bax bu kimi ərazilərdə qışı mülayim keçən yarım səhra və quru çöl iqlimi yayılmışdır. Qışı mülayim keçən yarım səhra və quru çöl iqliminin biz diaqramına diqqət yetirsək, biz görə bilərik ki, məsələn Bakı şəhərini nümunə göstərib, görə bilərik ki, yağıntıların miqdarı çox azdır. Cəmi 247 mm-dir orta yağıntıların miqdarı. Yəni yağıntıların miqdarı çox aşağıdır, quraqlıq hökm sürür. Yay aylarında havanın temperaturu istidir, 30 dərəcə civarındadır. Qış aylarında da sıfıra düşmür. Yəni qış ayları mülayim, yay ayları isə təbii ki, isti və quru keçir. Yarım səhra quru çölün digər bir tipi isə təbii ki, qışı soyuq keçən yarım səhra və quru çöldür ki, bu da kontinental ərazisi olan Naxçıvanın Araz boyu düzənliklərində yayılmışdır. Burada Sədərək düzü, Böyük düz, Naxçıvan düzü, Şərur, Ordubad, Gülüstan, Zulfa, bu kimi ərazilərdə, bu kimi düzlərdə yarım səhra quru çölün qışı soyuq keçən tipi formalaşmışdır ki, burada isə hava daha kontinentaldır, qış ayları daha soyuq keçir. Biz məsələn bu iqlim tipinin qrafikinə baxsaq, burada da yağıntıların miqdarı çox aşağıdır. Yayda havanın temperaturu 30 dərəcə civarında olur. Qışda isə -5-ə düşdü gördüyünüz kimi orta temperatur. Yəni bunun qışı mülayim keçəndən qışı soyuq keçəndə fərqi odur ki, qışı soyuq keçəndə temperatur -ə düşə bilər. Daha sonra Azərbaycan ərazisinin təqribən 30%-ə qədərini mülayim isti iqlim əhatə edir. Mülayim isti iqlim isə 3 tipi var. Yay quraq keçən mülayim isti. Bu əsasən Böyük Qafqazın cənub-şərq hissəsində, Kiçik Qafqazın cənub-şərq hissəsində və Lənkəran ovalığında yayılmışdır. Qışı quraq keçən mülayim isti iqlim. Bu Qanı-Qayırçay vadisi, bütün Kiçik Qafqazın dağətəyi və alçaq dağlıq zonasının və Böyük Qafqazın cənub-şərq ərazilərində yayılmışdır. İndi bunları biz xəritə üzərində daha dəqiq göstərəcəyik. Bərabər yağıntılı mülayim isti iqlim isə Talış dağları, Qusar maylı düzənliyi, Böyük Qafqazın cənub yamaclarını təbii ki, əhatə edəcəkdir. Biz ilk öncə qışı quraq keçən mülayim isti iqlimə baxsaq, Azərbaycan ərazisində qışı quraq keçən mülayim isti iqlim, baxın Qanı-Qayırçay vadisini, burada Balakən, Zaqatala, Qax kimi rayonların ərazisini, Böyük Qafqazın cənub-şərqini və Kiçik Qafqazın bütün orta və alçaq dağlıq ərazilərini əhatə edəcəkdir. Qışı quraq keçən mülayim isti. Və bu iqlim qurşağına biz diaqramına bir dənə diqqətlə fikir versək, məsələn Zaqatala rayonuna fikir verin. Bu iqlim qurşağında, bu iqlim tipində yerləşir, üzr istəyirəm. Yağıntılara biz baxsaq, yağıntılar əsasən yaz və payız aylarında düşüb, qış ayları isə quraq keçmişdir və yağıntıların miqdarı çoxdur.
1036 mm. Havanın temperaturuna isə baxsaq, yay ayları 25 dərəcə civarındadır, qış aylarında da sıfıra düşüb, yəni sıfırdan aşağı düşməmişdir. Yəni hava qışda da mülayim keçmişdir. Və bir daha deyirəm, yağıntılara baxsaq, qış ayları quraq keçmişdir. Ona görə qış aylarında bu ərazilərdə quraqlıq hökm sürür. Biz daha sonra yayı quraq keçən mülayim isti iqlimə baxsaq, yayı quraq keçən mülayim isti iqlim isə Azərbaycanda əsasən Lənkəran ovalığında, Talış dağlarının ətəklərində, həmçinin Böyük və Kiçik Qafqazın cənub-şərq ərazilərində biz yayı quraq keçən mülayim isti iqlim tipinə rast gələ bilərik. Buna da biz məsələn Lənkəran ərazisini nümunə göstərə bilərik ki, Lənkəran, Astara bu kimi əraziləri. Burada da gördüyünüz kimi yağıntılar düşüb. Əsasən ilin soyuq dövrlərində, qış və payız aylarında və yay ayları isə quraq keçibdir. Fikir verək, yay ayları quraq keçmişdir. Ona görə, amma yağıntıların miqdarı çoxdur. Azərbaycanın ən çox yağıntı düşən ərazilərdəndir. Lənkəran ərazisi 1400 mm görürsünüz ki, orta yağıntının miqdarı olubdur. Havanın da temperaturu 14 dərəcədir. Yəni orta temperaturda il ərzində böyüdür. Ona görə qışın mülayim, yay isə daha isti keçir. Bu ərazilərdə qış ayları yəni isti, soyuq olduğu, üzr istəyirəm, yay ayları quraq olduğu üçün ona görə bu ərazilərdə mütləq suvarmaya ehtiyac vardır. Yəni suvarma olmadan əkinçiliyin demək olar ki, inkişafı mümkün deyil. Mülayim iqlimin digər bir iqlim tipi isə əlbəttə ki, yağıntıları bərabər paylanan mülayim isti iqlimin digər bir tipi isə yağıntıları bərabər paylanan mülayim isti iqlimdir. Yağıntıları bərabər paylanan mülayim isti Böyük Qafqazın cənub yamacların gördüyümüz kimi Qusar maili düzənliyin, əslən Quba-Qusar rayonların və Talış dağlarının orta dağlıq əsasən ərazilərini əhatə edir. Və yağıntıları bərabər paylanan mülayim isti, məsələn biz Quba ərazisini aid edə bilərik ki, burada gördüyümüz kimi yağıntılar əsasən il boyu bərabər paylanılıb və yağıntıların miqdarı orta səviyyədə 571 mm-dir. Havanın temperaturu isə qışda artıq burada mənfiyə düşə bilir və yayda isə 20-25 dərəcə civarında olur orta temperatur. Azərbaycan ərazisinin 20%-ə yaxınını əhatə edir soyuq iqlim. Soyuq iqlimində Azərbaycan ərazisində 3 tipi mövcuddur. Yayı quraq keçən soyuq iqlim, qışı quraq keçən soyuq iqlim və bərabər yağıntılı soyuq iqlim. Yayı quraq keçən soyuq iqlim əsasən Naxçıvanın orta dağlıq və yüksək dağlıq ərazilərində özünü göstərir. Qışı quraq keçən soyuq iqlim Böyük Qafqazın şimal-şərqini, yan silsilə Kiçik Qafqazın orta dağlıq və qismən yüksək dağlıq ərazilərini əhatə edir. Bərabər yağıntı tipi isə yalnız və yalnız Böyük Qafqazın cənub yamaclarında yayılmışdır. İndi buna xəritə üzərində baxsaq, görərik ki, yayı quraq keçən soyuq iqlim əsasən Naxçıvanın orta dağlıq, nisbətən yüksək dağlıq ərazilərində özünü göstərir. Bir də biraz Talış dağlarında, əsasən Qızyurdu zirvəsi və Kömürköy zirvəsi nahiyəsində biz bu iqlim tipinə rast gələ bilərik. Digər bir tip qışı quraq keçən soyuq iqlimdir ki, qışı quraq keçən soyuq iqlim isə Böyük və Kiçik Qafqazın əsasən orta və yüksək dağlıq ərazilərində, əsasən yüksək ərazilərində, yan silsilədə, daha sonra Kiçik Qafqazın orta və yüksək dağlıq əraziləri, Qarabağ vulkanik yaylasının bir hissəsində yayılmışdır. Yağıntıları bərabər paylanan mülayim soyuq iqlim isə yalnız və yalnız Böyük Qafqazın cənub yamacında təbii ki rast gəlinir. Dağ tundra iqlim tipi isə Azərbaycanda əsasən 2700 metrdən daha hündür olan ərazilərdə yayılmışdır. Biz bu ərazilərə nümunə göstərə bilərik. Deməli, yan silsilə, Baş Qafqaz silsiləsini, sonra Şahdağ silsiləsini, Murovdağ silsiləsini, Qarabağ vulkanik yaylasının, Zəngəzur silsiləsini və s. Bu kimi ərazilərdə təbii ki biz dağ tundra iqliminə rast gələ bilərik. İndi isə biz bəzi ərazilərdə hansı iqlim tiplərinin bir-birini əvəz etdiyinə baxaq. Bunlar çox vacibdir, bizə imtahanlarda çox soruşur. Ona görə bu məqamlara çox diqqət yetirək. Məsələn, biz Xəzər dənizi sahillərindən Talış dağlarına dək hansı iqlim tiplərinin bir-birini əvəz etməyinə baxa bilərik. Birinci A nöqtəsində Xəzər dənizinin sahillərində yayı quraq keçən mülayim istidir. Biraz orta hissələrdə yağıntıları bərabər paylanan mülayim istidir.
Yenidən B nöqtəsinin ətrafında isə yayı quraq keçən mülayim istidir. Yəni əsasən 3 iqlim tipi bir-birini əvəz etdi. Birincisi yayı quraq keçən mülayim isti, sonra yağıntıları bərabər paylanan mülayim isti və yenidən yayı quraq keçən mülayim isti. Yəni əslində 2 iqlim tipidir. Yəni həm A, həm də B kənar hissələrdə yayı quraq keçən mülayim isti, orta mərkəz hissələrdə isə yayı quraq keçən, yağıntıları bərabər paylanan, üzr istəyirəm, mülayim isti iqlim tipi yayılmışdır. Daha sonra biz Naxçıvan ərazisinə baxsaq, Naxçıvanda Arazboy düzənliklərdən Zəngəzur silsiləsinə kimi hansı görək iqlim tipləri bir-birini əvəz edir? Baxın A nöqtəsində, yəni Arazboy düzənliklərdə qışı soyuq keçən yarım səhra və quru çöl, orta dağlıq ərazilərdə və əsasən nisbətən yüksək dağlıq ərazilərdə yayı quraq keçən soyuq iqlim görürsünüz. Burada mülayim iqlim ümumiyyətlə yoxdur. Birbaşa yarım səhradan soyuq iqlimə keçdi və daha hündür, daha yüksək 2700 metrdən hündür olan ərazilərdə isə dağ tundra iqlimi özünü göstərdi. Ona görə Naxçıvan ərazisində əsasən 3 iqlim tipi: qışı soyuq keçən yarım səhra və quru çöl, yayı quraq keçən soyuq iqlim və dağ tundra iqlimi bir-birini əvəz edir. Həmçinin biz Yevlax ərazisindən, yəni ki, əsasən Küraraz ovalığından Camış dağa doğru hansı iqlim tiplərinin bir-birini əvəz etməsinə baxaq. Əlbəttə ki, bura yarım səhra və quru çöldür. A ərazisi, qışı mülayim keçən yarım səhra və quru çöl. Daha sonra biz daha biraz irəliləsək, orta dağlıq ərazilərdə qışı quraq keçən mülayim isti, biraz yüksək dağlıq ərazilərdə qışı quraq keçən soyuq iqlim, amma Camış dağ zirvəsi və onun ətrafında isə dağ tundra iqlimi bir-birini əvəz edəcəkdir. Acınoxur gölündən baş Suariciyə doğru isə biz baxsaq, təbii ki, Acınoxur ərazisi də yarım səhra və quru çöldür. Qışı mülayim keçən yarım səhra və quru çöl. Biraz ortaya doğru irəliləsək, Qanıqayriçay vadisi hissəsində yağıntıları və Böyük Qafqazın cənub yamacında daha doğrusu yağıntıları bərabər paylanan mülayim isti. Daha sonra biraz da hündürlüyə doğru irəliləsək, bütün il boyu belə deyək, bərabər rütubətli soyuq iqlim, yəni il boyu bol yağıntılı soyuq iqlim Böyük Qafqazın cənub yamaclarında, daha hündür ərazilərdə isə Baş Qafqaz silsiləsi ətrafında isə dağ tundra iqlimi özünü göstərəcəkdir. Böyük Qafqazın şimal-şərq yamaclarının iqlim tiplərinə isə baxsaq, demək biz A nöqtəsindən, yəni ki, Samurdəvəçi ovalığında qışı quraq keçən yarım səhra və quru çöl iqlimini görə bilərik. Biraz irəliləsək, Qusar mayıl düzənliyi ətrafında yağıntıları bərabər paylanan mülayim isti iqlim. Biraz da irəliləsək, qışı quraq keçən soyuq iqlim, biraz orta və yüksək dağlıq ərazilərdə, daha hündür ərazilərdə isə təbii ki, dağ tundra iqliminin yayıldığını görə bilərik.